Salam əziz şagirdlər, video dərsimizə xoş gəldiniz. Bu video izahımızda trigonometrik funksiyalar mövzusuna aid birinci bölmənin testlərini izah edəcəm. Birinci sualda deyilir ki, 40 dərəcəli bucağı radianla ifadə edin. Bunu iki cür tapmaq olar, həm testin variantından, həm də qaydaya əsasən. A bəndini yoxlayaq. Pi 180 dərəcədir. Bu 180 dərəcəni 9-a böləndə olur 20 dərəcə. Bax, bu 2-ni də 20 dərəcəyə vuranda olur 40 dərəcə. Deməli, cavab oldu A bəndi. Qaydaya əsasən də belədir. Dərəcəni radiana çevirmək üçün verilən dərəcəni, yəni 40 dərəcəni, vurmalıyıq pi böl 180 dərəcəyə. Buradan da 20-yə ixtisar aparanda bu 2 olur, bu da 9 olur. 2-ni də piyə vuranda olur 2 pi, burada da 9 olur. Cavab oldu 2 pi böl 9. Yəni 2 cür yazdım. Burada da pi böl 5'dir. Yəni bu 180 dərəcədir. Bu 180 dərəcəni 5'ə böləndə elə cavab olur 36. Sinus pi. Bunun qiyməti 0'dır. 3'ü də bu 0'a vuranda bura 0'a getdi. Kosinus pi. Yəni pi 180 dərəcədə. Kosinus 180 dərəcə mənfi 1'dir. Bu mənfi 4'ü burada vuranda mənfi 1'ə olur müsbət. Plus. Tangis pi böl 4 45 dərəcə deməkdir. Tangis 45 dərəcənin qiyməti 1'dir. Bu 2'ni də bu 1'ə vuranda olur 2. Toplayanda da olur 6. Cavab A. 3 pi böl 2. Yəni 270 dərəcədir. Kosinus 270 dərəcədə 0'dır. 5'i də bu 0'a vuranda bura 0'a getdi. Sinus 270. Sinus 270'in qiyməti mənfi 1'dir. Bu mənfi 2'ni də vuranda mənfi 1'ə bura olur müsbət. Plus kotangis pi böl 4 yəni 45 dərəcədir. Bunun qiyməti 1'dir. Bu 3'ü də 1'ə vuranda olur 3. Toplayanda da olur 5. C bəndi. Sinus 60 dərəcə buradan yazaq. Qiyməti kök 3 böl 2'dir. Plus kosinus 30 dərəcə, bunun da qiyməti kök 3 böl 2'dir. Vurulsun, bunlar mötərizədir. Tangis 60 dərəcənin qiyməti də kök 3'dür. Bunlar orta məxrəci ilə 2'dir. Sürətləri toplayanda 2 kök 3 olur. Vur kök 3. Buradan 2'lər ixtisar gedir. Kök 3'ü də kök 3'ə vuranda olur 3. Cavab oldu C bəndi. Burada x-in ədədi qiymətini verib. Gətirib burada x-in qiymətlərini yerinə yazacaq. Buradan kosinus 2 vur. O x bucaqdır. 2'ni vuracağım. Pi böl 4'ə. Sıx. Sinus. Buradan da 4 vur bucaqdır da. Bu x bucaqdır. 4 vur pi böl 4. Sıx tangens. X'in qiymətini yazaq. Pi böl 4 bərabərdir. Bu 2 ixtisar getdi. Buradan qaldı kosinus. Pi böl 2. Minus. Buradan 4'lər ixtisar getdi. Qaldı sinus pi. Çıxılsın. Tangens pi böl 4'ün qiyməti 1'dir. Kosinus pi böl 2 90 dərəcə deməkdir. Kosinus 90 dərəcədə 0'dır. Sinus pi, yəni sinus 180 dərəcədə bu da 0'dır. Cavab qaldı mənfi 1. B bəndi. Burada da yeni sualdandır. Kosinus 2 vurulsun. X'in qiyməti pi böl 6'dır. Minus sinus 3 vurulsun. X'in qiyməti pi böl 6. Çıxılsın tangens vurulsun. Burada da 6'nı vuracaqsan x'in qiymətinə pi böl 6'ya. Bərabərdir. Bu 2 ilə 6 ixtisar getdi. 3 oldu. Oldu kosinus pi böl 3. Minus. Buradan da 3 ilə 6 ixtisar getdi. Qaldı sinus pi böl 2. Çıxılsın tangens. Buradan 6'lar ixtisar getdi. Pi qaldı. Bərabərdir. Kosinus pi bölü 3, yəni 180'i 3'ə böləndə 60 dərəcə edir. Kosinus 60 dərəcə, yəni qiymətini elə yazaq da birbaşa. Kosinus 60 dərəcənin qiyməti 2'də 1'dir. Buradan yazaq 2'də 1 çıxılsın. Sinus 90 dərəcənin qiyməti 1'dir. Çıx tangens 180'in qiyməti 0'dır. Yəni bunu yazmağa ehtiyac yoxdur. 2'də 1'dən də 1 çıxanda olur mənfi 0,5. Cavab oldu C bəndi. Sinüs alfa vur kosinüs alfa. Alfa buradadır. Sinüs alfa qarşı katetin hipotenuza nisbətidir. Burada qarşı katet, burada baxın alfaya. Qarşı katet A'dır. A bölünsün C. Burada sinüsün qiymətini yazdım. Kosinüs alfa. Kosinüs alfa bitişik katetin hipotenuza nisbəti. Yəni B böl C.
Buradan da c-ni c-yə vuranda c kvadrat olur. A-nı da b-yə vuranda AB. Deməli, AB böl c kvadrat. B bəndi. Kosinus 243 dərəcə. Buradan rübləri göstərim sizə. Baxın, bu birinci rübdür, kosinus müsbətdir. Bu ikinci rübdür, mənfidir. Üçüncü rüb mənfidir. Bura 180 dərəcədir. Burada 270 dərəcədir. 243 üçüncü rübdədir. Üçüncü rübdə kosinusun işarəsi mənfidir. Deməli, A kiçikdir 0. Burada elə dördüncü rübü göstərək. Dördüncü rüb kosinus müsbətdir. Yəni 270-dən 360-a. Deməli, bu müsbətdir. Onda B böyüdür 0. A kiçikdir 0. B böyüdür 0. Cavab oldu Y bəndi. Onun sal. Yenə alfanın qiymətini verir. Buradan yazırıq 2 kosinus. Alfanın yerinə yazırıq pi böl 6 minus 2 sinus pi böl 6 bərabərdir. 2 kosinus pi böl 6, yəni 180 böl 6 deməkdir. Eləyir 30 dərəcə. Yazıram kosinus. Ya da qiymətini yazaq da. Kosinus 30 dərəcənin qiyməti kök 3 böl 2-dir. Kök 3 böl 2 minus 2. Sinüs pi böl 6 da dediyim kimi 30 dərəcədir. Qiyməti də 2-də 1-dir. Buradan 2-lər getdi, buradan 2-lər getdi. Kök 3 çıxılsın 1 qaldı. Kök 3 minus 1. Cavab B bəndi. Burada da 2 sinus alfanın qiymətini pi böl 6 verib. Plus kosinus. Burada 2 vur alfadır. Burada 2-ni vuracam alfanın qiymətinə pi böl 6-ya. Bu sinus pi böl 6 dediyim kimi 30 dərəcədir. Burada əmsalda da vurmadı. Sinus 30 dərəcənin də qiyməti 2-də 1-dir. Plus. Buradan 2 ilə 6 ixtisar gedir. Qalır pi böl 3. Bunu elə pi böl 3 yazın. Kosinus pi böl 3. Yəni 180 böl 3 nə deməkdir? 60 dərəcə. Kosinus 60 dərəcənin də qiyməti 2-də 1-dir. Plus 2-də 1. 2-lər ixtisar getdi. 1 üstədə 2-də 1 oldu. 1 tam 2-də 1. Yəni 1 tam onda 5. Y bəndi. Pi böl 6 30 dərəcədir. Sinus 30 dərəcənin qiyməti 2-də 1-dir. Plus 2 vurulsun. Kosinus 2pi. Yəni kosinus 2pi nə deməkdir? 2-ni 180-də vurursanda 360 dərəcə edir. Kosinus 360 dərəcənin qiyməti 1-dir. 2-də 1-ə vuracam. Plus 3-də 1. Kotangisin kvadratıdır. Pi böl 6. Yəni 30 dərəcə. Kotangis 30 dərəcə kökdə 3-dür. Kvadratı da olur 3. Yəni bu 3-də 1-i vuracam 3-ə. Plus 4. Sinus bu 270 dərəcə deməkdir. Yəni bu 180-də 2-yə böləndə 90 eləyir. 3-ə də vuranda 270. Sinus 270 dərəcədə qiyməti mənfi 1-dir. 4-ü mənfi 1-ə vuracam. Çıx. Tangis pi böl 4 45 deməkdir. Qiyməti 1-dir. Plus sinus pi, yəni 180 deməkdir. Qiyməti 0-dır. 0-ı da 3-ə vuranda burada yazmağa dəyməz. Bərabərdir. Bu 2-də 1-dir. Bu 2-dir. Bu 3-lər getdi. 1-dir. Bunda vuranda mənfi 4-dür. Bu da 1. Bu 2-də 1 hələ ki yazaq. 2 üstə 1. Ya da 1 ilə mənfi 1 getdi. 2-dən çıxdım 4-ü. Mənfi 2. Yəni 2-də 1 çıxılsın 2. Bu deyilir mənfi 1 tam onda 5. Cavab oldu C bəndi. 12-ci oldu. Onun üçün sual. Pi böl 6, yəni 30 dərəcədir. Sinus 30 dərəcənin qiyməti 2-də 1-dir. Bu kvadrat olduğu üçün olacaq 4-də 1. Plus. Bu da 60 dərəcədir. Kosinus 60 dərəcədə 2-də 1-dir. Kvadrat olduğu üçün bu da olacaq 4-də 1. Pi böl 4 45 dərəcədir. Sinus 45 dərəcənin qiyməti kökdə 2 böl 2-dir. Bu da kvadratdır. Kökdə 2 böl 2-nin kvadratı 4-də 2 olur. Plus. Pi böl 3 60 dərəcə. Tangis 60 dərəcə kök 3-dür. Onun da kvadratı 3 olur. Çıx. Bu da 30 dərəcədir. Kotangis 30 dərəcədə kök 3-dür. Kvadratı da 3 olacaq. Baxın, bu 3-lər islah olundu. 4-də 1-dən 4-də 1-i toplayanda neçə olur? 4-də 2 olur. Yəni 4-də 2. İxtisar aparmadım. Nəyə görə? Buna görə.
Bu da 4'te 2. Toplayanda 4'te 4 olur. O da olur 1. Cevap oldu Y bəndi. Kosinus cüt funksiyadır. Mənfi qarşıya çıxmayacaq. Baxın, bucaq burada mənfi ilə verilir. Mənfi 1 bölü 3. Vurulsun tangis. Tangis tək funksiyadır. Mənfi qarşıya çıxacaq. Mənfi 1 bölü 3 bərabərdir. Bax, bu mənfi qarşıya çıxmır. Belə olacaq kosinus pi bölü 3 vur. Buradakı bu mənfi qarşıya çıxır. O mənfi də gəlib bura. Yəni, mən onu qabağa yazıram. Vurulsun tangis pi bölü 3 bərabərdir mənfi. Pi bölü 3 60 dərəcədir. Kosinus 60 dərəcədə 2-də 1-dir. Vurulsun. Burada 60 dərəcə. Tangis 60 dərəcənin qiyməti kök 3-dür. Bu olacaq mənfi kök 3 bölü 2. D bəndi 14-cü sual. Sinus mənfi pi bölü 4 vur kotangis mənfi pi bölü 4. Sinus da tək funksiyadır, kotangis tək funksiyadır. Hər ikisindən mənfi çıxır. Baxın, buradan da mənfi çıxır bura, buradan da bu mənfi çıxır. Mənfi ilə mənfiyə vuranda müsbət olur. Sinus pi bölü 4-ün qiyməti, yəni 45 dərəcənin qiyməti kökdə 2 bölü 2-dir. Kotangis də pi bölü 4, yəni 45 qiyməti 1-dir. Kökdə 2 bölü 2-ni də 1-ə vuranda elə kökdə 2 bölü 2 olur. Cavab D bəndi. Mənfi 75 dərəcə. Dediyim kimi, bunu cavabını da tapmaq olar. Qayda ilə. Tutaq ki, bax, mənfi 75 dərəcədir. Bunu vuraram. Dedik ki, dərəcəni radiana çevirmək üçün həmin verilən dərəcəni pi böl 180-ə yəni vururlar. Bunu ixtisar da aparıb tapmaq olar. 75-dir də. Hər ikisini 5-ə ixtisar aparsaq 75 5-ə gedir 15 dəfə. 180-i 5-ə aparanda neçə olur? 18 3 dəfə 35. Yenə ixtisar gedir bu. 15-ə ixtisar apara bilərik. 15-ə ixtisar aparanda bu 5 dəfə olur. 180-i 15-ə böləndə 1 olur. 30, 15-ə 2, 12. Deməli, mənfi 5 pi böl 12. Belə də qalır cavab. C bəndi. Bu 1 radian deməkdir. Siz bilməlisiniz ki, 1 radian təqribən 57 dərəcə neçə. Yəni 57-dən və 58-dən kiçik, biz elə 57-yə təxmini vuracaq bunu. Yəni bu kosinus 57 dərəcə neçə deməkdir. Yəni 3 nöqtə qoyuram vergüldən sonra. Bu birinci rübdür. Müsbəti soruşur. Kosinus birinci rübdə dediyimiz kimi müsbət idi. Yəni 0-dan 90. Bizdən müsbətləri soruşur. 1 doğrudur. Kosinus 150 dərəcə 90-la, bu 90 dərəcədir. Bu da 180 dərəcədir. 90-la 180 arasındadır. İkinci rüb mənfidir. Bu mənfidir. Kosinus 4. 4-ü 57-yə vuracaq. Bu da təqribən kosinus 4-dən 57, 220 neçə. Bu da dediyimiz kimi 180-dan çoxdur, 270-dən azdır. Bu da mənfidir. Bunu da götürməyəcək. Kosinus 259. Yəni 180-dan çox, 270-dən az. Bu da mənfidir. Bunu da götürməyəcək. Kosinus 900. 2 pidən 1 bu atılır. Yəni tam çevrə baxın 0 dərəcədir. 0 dərəcədən bir dəfə tam çevrə cızanda 360 dərəcə olur. Deməli 900-dən 2 dənə 360 atılacaq. 2 dənə 360 nə deməkdir? 720 deməkdir də. Qalır 180 dərəcə. Kosinus 180 dərəcənin qiyməti də mənfi 1-dir. Deməli bu da mənfidir. Bizcə burada birinci qaldı da kosinus 1. Bizdən də yalnız hansı ifadələrdən hansının qiyməti müsbətdir? Yalnız 1. Y bəndi 17-ci sualda. Bu tənlidir. Yəni bu alfa bərabərdir. Kökdə 3 bölü 2-ni birinci rübdə göstərib təyin oblastını. 60 dərəcədə alır. Deməli biz alfanı tapdıq. Bu aralıqdadır. 60 dərəcə. Gətirib burada alfanın yerinə 60 dərəcə yazacağım. Kosinus. Bunu da dərəcə ilə yaza bilərik. 180 bölü 6-dır. 30 dərəcə ilə də plus alfanın qiyməti 60 dərəcə. Bu da sin toplamda 90 olur. Kosinus 90 dərəcə. Bunun da qiyməti 0-dır. Cavab oldu D bəndi.
Birinci fx-i tapaq. Deməli, belə yazaq da. J, f, x-in qiyməti. Baba, fx. Fx burada nədir? Pi bölü 3'dür. Bunu buradan yazaq. Bərabərdir. J funksiyası bax budur. Kosinus. Bura J x-in yerindədir də. Deməli, kosinus x-in də qiymətini buradan pi bölü 3. Yəni, fx-i verib də bura. Fx-in yerinə pi bölü 3 yazacaq. Kosinus pi bölü 3 plus biz bu funksiyaya baxırıq. J funksiyasına. Jx funksiyasına. Olur 1. Kosinus pi bölü 3 60 deməkdir. Qiyməti 2-də 1. Üstünə də 1 gələndə olur 1,5. Yəni 1 tam 2-də 1. O da elə 2-də 3. Əməlli. Hansı ifadənin qiyməti mənfidir? Kosinus 145 ikinci rubdur mənfidir. Tan 125 ikinci rubdur mənfidir. Yəni bu rubləri bir də göstərim. Bu kosinusundur. Müsbət, mənfi, mənfi, müsbət. Yəni birinci, dördüncü rub müsbətdir. 2 ilə 3 mənfi. Buradan da sinusu göstərək. Sinus. Birinci rub müsbət, ikinci rub müsbət, üçüncü rub mənfi, dördüncü rub mənfi. Tangis, kotangis ikisi eynidir. Müsbət, mənfi, müsbət, mənfi. Deməli, tangis 125. Baxın, ikinci rubdur. 90-dan çox, 180-dan az. Bu da mənfidir. Burada vurma var. Mənfini mənfiyə vuranda bu müsbət olur. Bir ifadənin qiyməti mənfidir. Bu getdi. B bəndi. Sinus 135 müsbətdir. Tangis 195. Tangis 180-dan çox, 195-dən, yəni 270-dən az buradır, müsbətdir. Burada vurma var. Müsbəti müsbətə vuranda müsbət edir. Bu da getdi. C bəndi. Tangis 280, yəni 270-dən çox, 360-dan az mənfidir. Bura mənfi yazıram, bu da vurmadır. Kosinus 330, yox 300. 270-dən çox, 360-dan azdır. Yəni, bura 0 dərəcədir, bura 90 dərəcədir, bura 180 dərəcədir, bura 270 dərəcədir, bura 360 dərəcədir. Tam çevirə 360 dərəcə. Kosinus 300, 270-dən çox, 360-dan az. Deməli, dördüncü rubdadır. Burada müsbət. Mənfini də müsbətə vuranda nə verir? Mənfi. Cavab oldu C bəndi. O birləri yoxlamağa dəyməz. 20 oldu C bəndi. 21. Sinus 115 müsbətdir, kosinus 115 mənfidir. Müsbəti mənfiyə vuranda mənfi edir. Bizdən müsbəti soruşur, bunu atdıq. Kosinus 210. 210, baxın buradadır, 3-cü rub. Mənfidir, sinus 310. Sinus 310 buradadır, mənfidir. Mənfi mənfiyə vuranda müsbət verir. Bizdən də müsbəti soruşurdu, cavab oldu B bəndi. Bərabər yanlı üç bucaq çəkirik bir dənə. Bilirsiniz ki, oturacağı bir şey bucaqlar bərabərdir. Oturacağı bir şey bucaq bettadır. Onda bu bettadırsa, bu da bettadır. Betta bucağı üçün kosinus bettanı verib. Kosinus betta bərabərdir. Kök 3 böl 2. Betta bərabərdir. Kosinus kök 3 böl 2-ni 30 dərəcədə alır. Deməli, bu bettanın qiymətini biz tapdıq. 30 dərəcə. Yəni, oturacağı bir şey bucaqlar 30 dərəcədir. Üçbucağın da bucaqların cəmi, daxili bucaqların cəmi 180-dir. 180-dan bu ikisinin cəmini çıxanda təpə bucağı qalır 120 dərəcə. Təpədəki bucağı soruşur, cavab oldu C bəndi 22-də. Burada da bərabər yanlı bucağın B təpə bucağı. Bunları silək. Burada qeyd edək də. B təpə bucağı üçün tangis bettanı verib. Tangis betta bərabərdir. 1 böl kök 3 elə kök 3 böl 3 deməkdir. Yəni betta bunu 30 dərəcədə alır. Yəni 30 dərəcə olanda bunun qiyməti kök 3 böl 2-dir. Təpə bucağı 30 dərəcə verib. 180-dan 30-u çıxıram, 150 qalır. 150-də 2-yə bölürəm. 75 dərəcə. Çünki oturacağı bir şey bucaqlar bərabərdir. Oturacağı bir şey bucağı soruşur, cavab oldu D bəndi. Kotangis pi böl 4. Yəni bu 45 deməkdir. Kotangis 45-in qiyməti 1-dir. 2-ni də 1-ə vuranda buradan yazıram. Elədi 2 çıx. Kosinus pi, yəni 180 dərəcə. Kosinusun 180 dərəcədə qiyməti mənfi 1-dir. O da mənfiyə dəyəndə olur müsbət 1. Tangis pi böl 3 60 dərəcədə. Buradan yazaq. Tangis 60 dərəcənin qiyməti kök 3-dür. Bu kotangis 3 pi böl 2-dir. 270 deməkdir. Yəni 90-ı 180-də 2-yə böləndə
90 3'e de vuran bu sıfırdır. Bu vurmadır burada. Sinüs pi bölü 3 60 derecədir. Qiyməti də kök 3 bölü 2'dir. Sürət 3 oldu. Bu kök 3'ü kök 3'e vuranda 3 olur bölü 2. Bu 3'ü də buna böləcəksən. Yəni 3'ü 2'də 3'e böləndə nə olur? Tərsinə çeviri vurulmur. 3'də 2 olur. 3'lər getdi, cavab qaldı 2. B bəndi 24-cü sualın cavabı. Tangis pi bölü 4. 1'dir qiyməti. 2'ye də vuranda bu olacaq 2. Minus. Bu onluq kəsiri çevirək. Sinüs 1 tam onda 5. 1 tam onda 5. 1 tam 2'də 1 deməkdir. Bu da 2'də 3 deməkdir. Deməli sinüs 2'də 3'ü pi'yə vuranda 2'də 3 pi olur. Yəni sinüs nə deməkdir? 270 dərəcədə. Sinüs 270 dərəcənin qiyməti mənfi 1'dir. Deməli bu mənfi 1'dir. Bax bu mənfi 1. Bu da dəydi bura. Oldu müsbət. Oldu cavab 1. Kotangis pi bölü 60 dərəcədir. Kotangis 60 dərəcədə kök 3 bölü 3'dür. Çıx. Tangis 2 pi 0'dır. Bu da vurma olacaq da bu. Yəni burada trigonometrik cədvəli mütləq bilməlisiniz. Pi bölü 6 30 dərəcədə, kosinus 30 dərəcədə kök 3 bölü 2'dir. O da bərabərdir. Bu kök 3'ü kök 3'e vuranda əvvəlcə sürəti yazaq 3. Kök 3'ü kök 3'e vuranda 3 olur. Bu da 3'ü 2'ye vuranda 6. Bu da 3 6 ilə 3 ixtisar gedəndə neçə olur? 2'də 1. 2'yi də 2'də 1'ə böləndə nə olur? 6. Cavab oldu B bəndi. Bir anlansı qiymətlərində bax bu ifadəsinin qiyməti mənfidir. Sinüs 3 dediyimiz kimi 3'ü 57'ye vuracaq. 3'ü 57'ye vuranda 170 neçə olur? 171 tam neçə? Sinüs də həmin rübdə, yəni 171'də ikinci rübdə müsbətdir. Kosinüs 1. Yenə 1'in yerinə 57 yazanda kosinüs 57 tam neçə dərəcə edir? Bu da 1'dir. 1 dərəcə üzr istəyirəm, müsbətdir çünki birinci rübdə. Tangis 4. 4'ü 57 neçəyə vuranda neçə edir? 228 falan. Tangis dedir ki, müsbət, mənfi, müsbət. 180'dan çox, 270'dan az. 3-cü rübə düşür. Yəni 228 neçə dərəcə. Yəni 228'dən çox, 229'dan deyə az. 3-cü rübdədir. 3-cü rübdə də müsbətdir. Müsbət vur, müsbət vur, müsbət. Baxın, bura müsbət oldu. Bu ifadəsinin qiyməti mənfidir. Deməli, bax, bu ifadədə mənfi olmalıdır ki, mənfini vuranda müsbətə ümumi mənfi versin. Yəni, sıfırdan kiçik versin, o demək. Bizə də lazımdır buranı araşdırmaq. Deməli, biz buranı araşdırırıq, o mənfidir. Bunda yazırıq, A kvadrat çıxılsın 25, kiçikdir 0. Bu da A minus 5, A plus 5, kiçikdir 0. İntervallar usulu ilə yazırıq, kvadratik bərabərsizlikdə. Mənfi 5, 5, növbələşmə müsbət, mənfi müsbətdir. Kiçikdir 0 olsa mənfi hissə götürülür. Yəni, mənfi 5-dən 5 oldu cavab. A bəndi 26'da. 27. Sinüs 1. 1'in yerinə 57 dərəcə yazanda, yəni 57 dərəcədən bu 58'dən kiçik. Birinci rübdə müsbətdir. 4'ə vuranda 228 dərəcə nə qədər? 228 ilə 29 arası deyək. 4-cü rübdür. Kosinüs 4-cü rübdə müsbətdir. Bu da müsbət. Kotangis 3. 3'ü 57 tam neçəyə vuranda 171 dərəcə nə qədər edir? Bu da ikinci rübdür. Tangisdən kotangis. Birinci rüb müsbət, ikinci rüb mənfi. Deməli, bu mənfidir. Bunda müsbət vurulsun. Burada da vurma var. Müsbət vur, mənfi. Bura verdi, mənfi. Deyir ki, anlansı qiymətlərində bu ifadəni verir. Qiymət müsbətdir. Deməli, bu da mənfi olmalıdır ki, mənfini vuranda mənfiyə müsbət versin. Ümumi ifadə müsbət olsun. Bizə də bu lazımdır, araşdırdıq. 9 çıxılsın A kvadrat kiçikdir 0. Bunu belə yaza bilərəm. Mənfini çölə çıxardıb 9. Ya da belə yazaq, belə. Burada dəyişərəm. 3 minus A müxtəsər olmasıdır. Bu da 3 plus A kiçikdir 0. Bunun yerini dəyişəndə qarşıya mənfi çıxır. Bu toplanan yerin dəyişəndə elə olduğu kimi yerlər dəyişir. Qabağa mənfi zad çıxmır. Yəni bu müsbətdir. 0. Mənfi əmsalında böləndə işarə dəyişir. A minus 3, A plus 3 böyüdür 0. Burada bunu araşdırdıq, müsbət oldu. Burada üzr istəyirəm, bura müsbət oldu.
Bu müsbət oldu, sıfırdan böyük olmalıdır. Müsbət yəni sıfırdan böyük, bu da müsbət, bu da müsbət. Həm mənfiyə böləndə işarə dəyişir, kiçikdir sıfır olur. Mənfi 3, 3, müsbət, mənfi, müsbət, kiçikdir sıfır bura. Deməli, cavab mənfi 3-dən 3 oldu. C bəndi 27-də. Bu çarpaz bıraq. Yazaq. 3 kosinus x plus 5 sinus x bərabərdir. 2-ni vuranda bu olacaq nə? 4 sinus x plus 2 kosinus x. Bu 3 kosinus x qalır. Bu 2 kosinusu bu tərəfə keçəndə çıxma olur. 3 kosinus x-dən 2 kosinusu çıxanda olur kosinus x. Bu da bərabərdir. 4 sinus x-dən də 5 sinus x çıxanda mənfi sinus x olur. Bizdən kotangisi soruşur. Kotangisi soruşduğu üçün biz sağ və sol, yəni tənliyin, hədlərin, bərabərliyin hər iki tərəfin biz sinus x-ə bölürük. Çünki kotangisi x-ə gəlmək üçün. Bunu da sinus x-ə bölürük. Bu kosinusu sinusə böləndə nə olur? Kotangis x olur. Bərabərdir. Bu da mənfi. Bu olur kotangis x. Bu da mənfi 1 olur. Bizdən də elə kotangis x soruşurdu. Cavab oldu mənfi 1. %29 oxşarıdır. Yenə yazırıq. 2 sinus x plus kosinus x bərabərdir. Bunu çarpaz vururuq. Olur 10 kosinus x minus 10 sinus x. Mənfiyə rast gəlməmək üçün bu 10 kosinus x burada qalır. Bu kosinusu bu tərəfə çıxma olur. Çıxanda da olur 9 kosinus x. Bunu da bu tərəfə atıram. 2 sinus x ilə də bu sola keçəndə müsbət olur. Toplayanda olur 12 sinus x. Hər tərəfi 3-ə bölürəm. 4 sinus x bərabərdir 3 kosinus x. Hangisi soruşduğu üçün bərabərin hər tərəfin kosinus x-ə bölürəm. Kosinus x-ə bölürəm. Sinusu kosinusa böləndə nə olur? 4 tangis x. Kosinuslar da getdi, 3 qaldı. Tangis x də bərabərdir. 3-ü də 4-ə böləndə olur 4-də 3. Cavab oldu Y bəndi. Təyin oblastını verib. Yəni alfa 0-dan 91-ci rübdədir. Biz də buradan tənliyin kökünü tapırıq. Alfa nədir? Kök 3 bölü 2-ni kosinus harda alır? 30 dərəcədə. Həmin bu 30 dərəcədə 0 ilə 90 arasına düşür. Burada yazıram kotangis pi bölü 6. Yenə bunu dərəcə ilə yazıram. 30 dərəcə plus alfanın da qiyməti 30 dərəcə. Toplayanda da kotangis 60 dərəcə. Bunun da qiyməti kök 3 böl 3'dür. Və ya 1 böl kök 3. 1 böl kök 3. C bəndi. Kök 6 kvadratlık ifadədə modul çıxır. Bax, bu ikilər gedəndə modul çıxır. B minus A. Bunları hələ olduğu kimi yazaq. A plus C çıx B minus C. Modullarının içini araşdıracaq. Hansı müsbətdə olduğu kimi yazacaq, hansı mənfidir, əksini yazacaq. Sinus 130 dərəcə ikinci rübdə müsbətdir. Kosinus 140 ikinci rübdə mənfidir. Tangis 25 birinci rübdə müsbətdir. Deməli, bu B mənfidir. A da mənfidir. Bu mənfi mənfi edəndə nə olur? Modul içi biz araşdırırıq da. Bax, bu B mənfidir. Bu da müsbətdir. Müsbəti də mənfiyə vuranda bura nə olur? Ümumi modul içi mənfi olur. Mənfi olduğu üçün də biz demişik ki, biz bunun əksini yazırıq. Yəni B minus A-nın qabağına mənfi atanda nə olur? A minus B olur. Moduldan azad olur. A plus C. A da müsbətdir, C də müsbətdir. Modul içi müsbət olanda elə olduğu kimi yazırıq. A plus C çıx. B minus C. B müsbətdir, C müsbətdir. Deməli, bunun qabağı mənfi var. Bunu mörtəzidə yazıram. Sinus 130. Yox, B'dir, B. B kosinüsdür, mənfidir. Bu mənfidir, tangisdən müsbətdir. Mənfi çıxılsın mənfi deməkdir. Bura mənfi verir. Yəni, modulun içi mənfi verdi. Mənfi verəndə dəyişirdik. Biz bunu moduldan atırdıq, yəni azad edirdik. Olacaq C minus B bərabərdir. A minus B
plus A plus C çıx. Bu mənfi hər ikisinə dəyir. Olur B. Mənfi B ilə B islah olunur. C ilə C islah olunur. A ilə A-nı toplayanda olur 2A. Cavab oldu 31-də B bəndi. 32. Vahid çevrə deyəndə radiusu 1-ə bərabərdir. Yəni, baxın, bu çevrədir. Bunun radiusu, bura çevrənin mərkəzidə O nöqtəsi. Baxın, buradan burada 1, 1, 1, 1. Lazım gəlsə hamısı 1-dir. Yəni, burada 1, burada 1. Bu x-in qiymətidir, bu da y-in qiyməti. X-i kök 3 böl 2 mənfisi ilə verib. X-in mənfi yarımoxu buradadır. Yəni, mənfi kök 3 böl 2. Bu x oxudur, bu y oxudur. Biləsiniz. Burada koordinat başına o hərfi yazdım. 2 dənədir. Bax, biri bura uyğun gələcək bu nöqtəyə. Bura. Biri də bura uyğun gələcək bu nöqtəyə. Buradan da radius çəkirəm. Radiusda vahid demişdi. Vahid deyəndə bilirsiniz ki, radius 1-ə bərabərdir. Bu Pifaqor teoremi olacaq. Baxın, katet. Katet bura 90 dərəcədir. Bax, bu kateti tapmaq lazımdır. Tutaq ki, biz bilmirik də, bura y-dir də. Burada da y. A da deyə bilərik, fərqi yoxdur. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuza. Biz katetin biri verilib də bizə. Digər katet tapanda hipotenuzun kvadratından digər katetin kvadratını çıxıram. Yəni 1-dən çıxıram mənfi kök 3 bölü 2-nin kvadratı. Bu da olur 4-də 3. Bu da olur 4-də 1. Bundan da kök alanda nə olur? A plus minus 2-də 1. Deməli, müsbəti, yəni A-nın müsbət qiyməti 2-də 1. Bura uyğun gəlir. Y-in müsbət yarımoxuna. Mənfi 2-də 1 də baxın, Y-in mənfi yarımoxuna gəlir. Bizdən də X-i, Y-i M vermişdi. Bura M idi, mən A yazdım. M, bu da M. Yəni, buradan bura M idi. Elə buradan bura M olanda, yəni baba bu nöqtədir. Çevrə üzərində nöqtə. Bunun x-i mənfi kökdə 3 bölü 2-dir. Y-i də M idi. Yəni bu M idi. M-i mən tapdım plus minus 2-də 1. Həm M buradadır, həm də M buradadır. Burada olanda müsbəti olur, burada olanda mənfisi olur. Deməli cavab oldu D bəndi. ABC üçbucağı verib. A, B, C. Üçbucağı. Bunu dərəcəyə çevirək. Radianla verib dərəcə ilə tapa bilərik. Pi 180-dir. Böldüm 5-ə 36 elədi. 36-ya vurdum 108 dərəcə. Deməli, A bucağı 108 dərəcədirsə, bucağın daxili bucaqlarının cəmi 180-dir. 180-dən bu 108-i çıxanda ikisinin cəmi 72 dərəcə olur. Yəni, B bucağı ilə plus C bucağının cəmi 72 dərəcə olur. Sistem edirik. Burada da şərt verib. Gətirib bu tənlikləri sistem edirik. B bucağı çıxılsın C bucağı bərabərdir 24 dərəcə. Tərəf-tərəfə toplayanda C-lər islah olunur. B-ləri toplayanda 2B bucağı olur. Bunları da toplayanda 96 dərəcə olur. Dərəcədir. Buradan da B bucağı bərabərdir. 96 dərəcəni 2-yə böləndə olur 48 dərəcə. B bucağını radianla soruş. Variantını da tapa bilərik. Dediyim kimi, dərəcəni radiana çevirmək üçün dərəcəni vururlar pi böl 180 dərəcəyə. 48. 16-ya ixtisar gedir. Yəni 3-ə də ixtisar gedir. Bir dəqiqə göstərirəm. %48 dərəcə ilə 180 dərəcəni ixtisar aparırıq buradan. %48 12-yə gedir 4 dəfə, 180 12-yə gedir. 3 dəfə gedir 15 dəfə. Bu da 4-ə piyə vuranda 4 pi böl 15. Cavab oldu D bəndi. 34-cü sual. ABC-də kvadratda 9 kongruent kvadrata bölünmüşdür. Bunun tərəflərini 1 götürürsünüz. Bütün tərəflər 1-dir.
Hamısı 1'dir. Bizdən soruşur sinüs alfa vur kotanüs bettan tap. Burada 90 dərəcədir. Bax, alfa qarşılıqlı bucağa görə bu da alfadır, bu da 90 dərəcədir. Bu düz bucaqlı üç bucaqdır. İki bucaqların cəmi 90 olmalıdır. Bu əgər alfadırsa, bu olur 90 minus alfa. Bax, buradan bu düz bucaqlı üç bucağa, buradan fikir verin, bu düz bucaqlı üç bucaqdır. Bu da hipotenuzdur. Bura 90 dərəcədirsə, bura 90 minus alfadırsa, bu alfadır. Belə də tapmaq olardı. Kvadratın bax bu tərəfi ilə bu tərəfi paraleldir. Bu kəsəndir. Bu alfadırsa, daxili çarpaza görə bu da alfadır. Sinüs alfa bərabərdir qarşı katetin hipotenuza nisbəti. Qarşı katet bax buradan 2'dir. Bu bitişik katetdə 1'dir. Figura görə bu hipotenuzu tapa bilərik. 2'nin kvadratı 4 plus 1'in kvadratı da 1 oldu. Bərabərdir. Tutaq ki, bu hipotenuzun kvadratına bir x deyək, olacaq x'in kvadratı. Buradan da x kvadrat bərabərdir 5. Bundan da kök alanda x bərabərdir kökdə 5. Deməli, hipotenuz kökdə 5 oldu. Burada sinüs alfa bərabərdir qarşı katetin, yəni qarşı katet burada 2'dir. Hipotenuza nisbəti kök 5'ə nisbəti. Deməli, oldu 2 bölünsün kök 5. Bir kotanüs bettanı tapaq. Yenə belə də baxa bilərik. Bu betadırsa, bura 90 dərəcədirsə, bura düz bucaqlı üç bucaqdır. 90 çıxılsın beta olur. Bura 90 ise burada olur beta. Digər tərəfdən belə də baxarıq. Bununla bu paraleldir. Bu betadırsa, bu da betadır. Bunda bu qarşı bucağa görə bu da betadır. Bu da olur. Bununla bu paraleldir. Bu kəsəndir. Bu da beta olur. Buradan yazaq. Kotanüs beta bərabərdir. Bura 1'dirsə, burada 1'dir. Burada 1'dir. Elə burada 1'dir. Kotanüs beta bitişik katetin qarşı katetə nisbəti. Bitişik katet 1'dir. Qarşı katette 3'tür. Buradan bura 3'tür. Cavab oldu 3'də 1. Bizdən nə soruşur? Sinüs alfa vur kotanüs beta. Sinüs alfanın qiyməti 2 bölü kök 5 idi. Kotanüs betanın da qiyməti 3'də 1'dir. Burada olur 2, burada da 3 kök 5. Kök 5. Bunda kök 5'ə vurursan qoşmasına. Bunu kök 5'ə vuranda, buranı da kök 5'ə vurursan. Olur 2 kök 5. 5'i də 5'ə vuranda. Kök 5'i kök 5'ə vuranda 5 olur. 3'ü də 5'ə 15. Böyle 2 kök 5 bölü 15 oldu cevap. 2 kök 5 bölü 15. B bəndi. 34. sual. Otuz beş. F pi bölü 4'ü soruşur. X'in yerine pi bölü 4 koyuruq. Yazırıq F pi bölü 4 bərabərdir. Kosinüs 6 vurulsun pi bölü 4'tür. Yani burada X'in yerine pi bölü 4'ü koyuruq burada da. Burada da sinüs 3 vurulsun pi bölü 4. Buradan bu ixtisar gedir. Bu 2 olur, bu da 3. Olur kosinüs 3 pi bölü 2. Bu da sinüs 3 pi bölü 4. 3 pi bölü 4. Kosinüs 270'dir. 270'in qiyməti 0'dır. Bunu heç hesablamaya dəyməz. Onsuz da məxrəc sürət 0-dırsa 0'ı məxrəcə böləndə elə buna nə olur? 0 olur. Cavab oldu D bəndi 35'də. 36. sual. Radius 5'dir. Bu buradan bura qədər 5'dir. Bunda buradan bura qədər də radius da 5'dir. Bura 5'dir. Bu katetdir. Bu da 90'dır. Bu da katetdir. Deməli Pifagora görə bu hipotenuz 5'dirsə, bu katet 3'dirsə, burada da 4 olacaq. 3 vurulsun sinüs alfa. Minus 2 kosinüs alfa. Buradan sinüs alfanı tapaq.
Sinüs alfa bərabərdir. Qarşı katetin hipotenuza nisbəti 4/5. Kosinüs alfa. Kosinüs alfa bitişik katetin hipotenuza nisbəti. Bitişik katet yəni 3'dür buradan bura. 3/5. Bunda 3 vurulsun 5'də 4 çıx 2 vurmadı bu. Kosinüsün qiyməti 5'də 3'dür. Bu da bərabərdir. 3'ü 4'ə vurursan 12 oldu. Buradan da 6 oldu. 5, 12'den de 6'ını çıxdım 6. Daha açıq sual olsa 1 tam, onda 2 olur. 36'ın cavabı. 37. Yine kvadrat verib 25 kvadrata böldür, bərabər kvadrat. Bax, bura 1'dir, bura 1'dir, bura 1'dir, bura da 1'dir. Eynilə burada 1'dir, burada 1'dir. Bu da 1, bu da 1, bu da 1. Tangis alfanı soruşur. Alfa buradadır, baxın. Bu katettir. Burada katettir. Bu da hipotenuzdur. Tangis alfa qarşı katetin bitişik katetə nisbətidir. Qarşı katet 4 dənə 1'dir də. Deməli buradan yazaq. Qarşı katet 4 oldu. Bitişik katette 2 oldu. Üstə gəl. Kosinüs beta. Bu da buradan hipotenuzda bax düz bucaqlı üç bucaqdır. Burada. Kosinüs beta bərabərdir. Bitişik katetin hipotenuza nisbəti. Katet buradan bura kadar 4'tür. Buradan burada 3'tür. Pifagora göre onda burada bu hipotenuz 5 olacak. Bunda kosinüs beta beraberdir. Bitişik katetin hipotenuza nisbəti. Yani 3'ün 5'e nisbəti. 3/5. Bu 2'dir. 2'nin de üstüne 5'te 3 gələndə 2 tam 5'te 3. Bu da onluq kəsində 2 tam 10'da 6 edir. Deməli, dairəvi yolda A nöqtəsindən saat əqrəbinin əksinə. Bura A nöqtəsidir. Saat əqrəbinin əksinə hərəkət edir. İstiqamətdə hərəkətə başlayan avtomobil 5/2 radian bucaq qədər hərəkət etdikdən sonra müəyyən qədər fasilə edir. Bax, bu pi 90'dır, 180'dır. Bu 180'ı 2'ye böləndə, yəni bura olur neçə? 90. 5'i də 90'a vuranda 450 dərəcə. Deməli, buradan bir dəfə tam çevrə fırlandı. Oldu 360. Deməli 450'dən 360 dərəcə çıxırım, qaldı 90 dərəcə. Təzədən bu A nöqtəsindən gəlib burada dayanır, fasilə edir. Bura 90 dərəcədir. Yenə 13/4 radianlıq hərəkət eləyəcək. Pi 180'dır. Bu 180'ı 4'ə böləndə neçə edir? 45. İndi 13'ü 45'ə vuraq. 13 vur 45. Vurulsun. 5 üçün 15, 1 yadda 5, o da 6, 4 üçün 12, o da 4, o da 5. 5, 8, 585 dərəcə edir. Buradan 90 dərəcə gəldi, bir də 90 gəldi, bir də 90 gəldi. Yəni 3 dənə 90 gəldi, 270. 585 dərəcədən çıxırıq. Elə buradan çıxaq da 270 dərəcəni. Buradan bu dərəcə idi, bunu silə 585 idi. 585 dərəcədən çıxır 270 dərəcəni. Bu 5 edir, bu 1 edir, bu da 300. Deməli 315 dərəcə. Buradan təzədən yenə 315 dərəcə getməliyəm. 90 getdim, bir dənə də 90 getdim, bir dənə də 90 getdim. 270 getdim. Deməli 315'dən 270 çıxırsan, nə qədər qalır? 45 dərəcə. Buradan gəlir, bura təm böləndə 45 dərəcə. Bura 45 dərəcədirsə, elə burada 45 dərəcədir. Bizdən nəyi soruşur? A, O, B bucağının dərəcə ölçüsü. A buradadır, O buradadır, B də bura düşür. Deməli, A, O, B. Neçə dərəcə oldu? 45 dərəcə. Deməli, cavab oldu 45 dərəcə. Açıq sualdır. Dərəcə ilə yazılır. Cavab oldu 45 dərəcə. Neçənci sualdır bu? 38. 39 da bundandır. Bu şəkil bura düşüb. Deməli, neçə dərəcə dönüb?
Əvvəlcə 7 pi bölü 2 dönüb. Yenə dediyim kimi 180'ı 2'ye böləndə 90 edir. 7 9'un, yəni 7'ni 90'a vursan 90'ı 630. Buradan A nöqtəsindən bir dəfə tam çevrəcizanda saat əqrəbinin əksinə 360 dərəcə gedir. Bunda 630'dan çıxırıq 360 dərəcəni. Bu sıfırdır. 13'dən 6 7, 5'dən 3 270. Deməli 270 dərəcə oldu. Deməli bir dəfə tam çevrə vurdu, gəldi A nöqtəsinə 270 dərəcə getdi. İndi buradan da 270 dərəcə getməlidir. 270 dərəcə fırlandım, 3 dənə 90 deməli. Gəldi, durdu burada. Burada fasilə edir. Görün burada nə yazıb? Beş pi bölü 4. Yenə də 180'ı 4'ə böləndə neçə edir? 45. 5'i də 45'ə vuranda 225. 225. Deməli bu burada dayanmışdı. Bak buradan. Buradan 225 dərəcə dönəcək. 90 getdi buradan. Bir dənə 90 getdi buradan. Yəni bunlar 90 dərəcədir. 180 getdi. 180 dərəcəni çıxdım, qaldı 45 dərəcə. Deməli buradan da gələcək 45 bura qədər. Bu da bu şəkildə olacaq. Bura alfa. Alfa yox 45 dərəcə. Tənbələn oldu da. Bura 45 dərəcə oldu. Bizdən nəyi soruşur? A, O, B. Kör bucağıdır. A, O, B bucağını soruşur. Bura 45, burada 90. 90 da 45 neçə olur? 135 dərəcə. 39-cu sual. 135 dərəcə. Burada da 40 kongruent kvadrata. Kongruent sözü yəni bərabər demək. Yəni kvadratların sahələri bərabərsə, onda tərəfləri də bərabərdir. Yenə 1, 1, 1, 1, 1. Bu da 1, 1. Bunlar hamısı 1'dir. Burada 90 dərəcədir. Bu düz bucaqlı bucaqdır. Baxın buradan bura katet, buradan bura katet, buradan bura hipotenuz. Hangisi alfanı soruşur? Bir alfa buradadır. Bu qarşılıqlı bucaqları bura alfadır. Bu bucaq 90'dır. Düz bucaqlı bucaq. Onda bura 90 minus alfa olacaq. Eynən burada 90 minus alfa, onda bura alfa olacaq. Burada alfadır. Burada 90'dır. Bura olacaq 90 minus alfa. Burada bura olacaq alfa. Belə çəkək. 90. Deməli bu bucaq alfadır. Hangisi alfanı soruşur? Bu katet neçədir? 1, 2, 3, 4, 5. Bura 5 oldu. Bu 1, 2, 3, 4, 5, 6, 7. Burada 7. Hangisi alfa bərabərdir? Qarşı katetin biçik katetə nisbəti 7 bölü 5. Kotangis bettanı tapaq. Bura 1 yazırıq, burada 1, 1. Bunlar hamısı 1'dir. Bu düz bucaqlı bucağa baxacaq. Buradan bura, bir də bura. Hipotenuza ehtiyac yoxdur, çünki kotangis soruşur. Bura bettadırsa, qarşılıqlı bucağa görə bura da bettadır. Bura 90'dır, onda bura düz bucaqlı bucaqdır da. Bu 90 minus bettadır, onda bura da betta olacaq. Deməli belə oldu. Bu betta oldu. Burada 90'dır da bax. 90. Katet 2'dir. Buradan da 1, 2, 3, 4, 5. Bu katette 5'tir. Kotangis bettanı soruşur. Kotangis betta biçik katetin hipotenuza nisbəti. Yəni 2'nin 5'ə nisbəti. Burada da vurma verib. Deməli 5'də 7'ni vurmalıyıq 5'də 2'yə. Bu da olur 5'də 14. Bu onluq kəsirdir. 2'yə vuranda bunu da 2'yə vurursan. Bu olur 10. Bu da 28. 10. 2,8. 28 bölü 10. 40'ıncı sual. Burada neçə idi? 5'də 2 idi. 25'dir bu. Üzrü sayın, bu 25'dir. 5'i 5'ə vuranda 25 olur. Bura 25 yazırıq. Burada 14. Onluq kəsirə gəlmək üçün 4'ə vururam. Bunda 4'ə vururam. Məxrəc oldu 100. Sürət oldu 56. Bu da olur 0,56.
Deməli, kosinus betanı soruşur. Kosinus beta buradadır, bax. Bitişik katetin hipotenuza nisbəti. Yəni, bitişik katet burada A-dır, hipotenuz da C-dir. A bölü C çıx. Sinus beta. Sinus beta qarşı katetin hipotenuza nisbəti. B bölü C. Kosinus alfa. Alfa burada. Kosinus alfa bitişik katetin hipotenuza nisbəti. B bölünsün C üstə gəl. Sinus alfa. Sinus alfa da qarşı katetin hipotenuza nisbəti. A bölü C bərabərdir 3'də 1. Burada da alfa ilə betanın cəmini 90 verib. Yəni demək istəyir ki, burada 90'da, yəni düz bucaq. A bölü B nisbətini soruşur. Bunlar orta məxrəc C-dir. Sürətlər açıq B olacaq. Burada da C-dir. Sürətdə B plus A olacaq. Bərabərdir 3'də 1. Bu sürəti bu məxrəcə böləndə C-lər gedəcək. Bura A idi. Deməli, yuxarıda A minus B, aşağıda da B plus A. Bərabərdir 3'də 1. Bunda çarpaz vuranlar bu şəkildə. 3A çıx 3B bərabərdir B plus A. 3-dən bu A-nı çıxanda 2A qalır. Bu mənfi sağa keçəndə 4B olur. 2'yə də böldüm. A bərabərdir 2B-yə. Bir A bölü B nisbətini tap. A-nın yerinə 2B yazırsan, böl B. Beləlik sar gedir, cavab qalır 2. Cavab 2 oldu. 41-ci sualda. Tangens alfa plus 30 bərabərdir 1'ə. Deməli, alfa plus 30 bərabərdir. 1'i 45 dərəcədə alır. 45 dərəcə alfa burada təyin olunub. 0 ilə 90, yəni birinci rübdə 45 dərəcə bu aralığa daxildir. Buradan da alfa bərabərdir 45 dərəcədən 30 çıxanda 15 dərəcə. Deməli, alfanı 15 tapdım, gətirib burada alfanın yerinə 15 yazacağım. 2 sinus 75 plus 15 üstə gəl. 10 kosinus 75 minus 15 bərabərdir 2. Bunlar toplayanda nə olur? 75, bu da 15. 15 idi sayısı. 90. Sinüs olur 90 dərəcə plus 10 kosinus. Kosinüsdür. 75'dən də 15 60 dərəcə bərabərdir. Sinüs 90 dərəcənin qiyməti 1'dir. 2'ni də 1'ə vuranda bu 2 olur plus. Kosinus 60 dərəcənin qiyməti 2'də 1'dir. Burada da bu 10'dur. 10 vurulsun 2'də 1. 2'də 1 bərabərdir 2. Bu da ixtisar getdi 5. 2 üstə də 5 bərabərdir 7. Cavab oldu 7. 42-ci sualda. 43. Tangens alfa bölü 2 bərabərdir 0'a. Buradan elə alfa bölü 2 bərabərdir 0 dərəcə edir. Yəni 0 eləyir. Bunu da çarpaz vuranda buradan alfa olur 0. Alfa da bax təyin oblastıdır da, yəni 0 ilə 90 arası 0'ın özünü alır. Böyle alfa 0 olursa gətirib burada yazaq. 9 sinus. Bu 0'dır. 0'ın üstüne 30 gələndə elə 30 dərəcə olur. Üstə gəl. 11 kosinus. Bu da 0'dır. 60'dan 0 çıxandansa 60 olur. Yəni buradan yazaq. 9 sinus 30 dərəcənin qiyməti 2'də 1'dir. Bu üstə gəl. 11 kosinus 60 dərəcənin də qiyməti 2'də 1'dir. Sürətə yazaq. 2'də 9. Burada sürətə yazaq. 2'də 11. Toplayanda 20 olur. 20'ni də 2'yə böləndə 10. Deməli cavab oldu 43'də 10. Sinüs alfa böyüdür 0, kosinüs alfa kiçik 0. Buradan rübləri göstərək. Sinüs alfa böyüdür 0, 1 və 2-ci rüblərdədir. Kosinüs alfa kiçik 0, 2 və 3-cü rüblərdədir. Bir alfa yalnız 2-ci rübün bucağıdır. 2-ci rübdə bu sinüs idi. Sinüs bu da kosinüs idi. Sinüsdür bu. 2-ci rübdə sinüs müsbətdir. 2-ci rübdə kosinüs mənfidir. Düzdür. Alfa yalnız 2-ci rübün bucağıdır. Deməli bura A oldu. Sonra başqa görə nə var? Bu bucaq düşmür ora.
Buna baxaq. Sinüs vur kosinüs 0-a bərabərdir. Sinüs vur kosinüs. Bunlar ikisi də biri müsbət. Görək burada nə verir? Sinüsü kosinüsə vuranda 0. Yox, bu mənfidir. Bu müsbətdir, bu mənfidir. Müsbəti mənfiyə vuranda 0 ola bilməz. Bunu da yoxlayaq. Mənfini mənfiyə vuranda yenə 0 olamaz. Deməli, bu uyğun gəlmir heç birinə. Bunu yoxlayaq. Tangislə kotangis. Birinci rübdə müsbət, 2-də mənfi, 3-də müsbət, 4-də mənfi. Hər ikisi mənfidir. Deməli, ikinci rüblə 4-cü rübdədir. 2-dən 4. Bu da B bəndi. Sonra ikisi də mənfidir. Mənfini mənfiyə vuranda 0 ola bilməz. Buna baxaq. Kosinüs. Sinüslə kosinüs ikisi də mənfidir. Deməli, sinüs 3-cü rübdə mənfidir. 4-də mənfidir. Bu 1 müsbətdir. Bu da 4-də müsbət. Deməli, 3-cü rübdə kosinüs də mənfidir. Sinüs də mənfidir. Deməli, 3-cü rübün bucağıdır. D bəndi. Sonra yazıb sinüs vur kosinüs 0-dan böyükdür. Deməli, sinüs mənfidir. Kosinüs də mənfidir. Mənfini mənfiyə vuranda nə olur? Bura bitob müsbət olur. Müsbət də 0-dan böyükdür. Deməli, Y bəndi də uyğun gəldi bura. 44-də 1-ə uyğun gəldi A, 2-ə uyğun gəldi B, 3-ə də uyğun gəldi D ilə Y. 45. Keçək bura. Tangislə kotangis müsbətdir. Tangis və bura tangis və kotangis idi. 1 və 3-cü rüblərdə müsbətdir. 1 və 3-cü rüblərdə müsbətdir. Y bəndi. Sonra müsbəti müsbətə vuranda 0 olanmaz. Burada da uyğun gəldi. Buna 1 dənə uyğun gəldi. Sonra sinüs mənfidir. Kosinüs müsbət. Sinüs mənfi 3 və 4-dədir. Kosinüs müsbət. Bu da bir 4-cü rübün bucağıdır. 4-cü rübün bucağı. Sinüs 4-cü rübdə mənfidir. Kosinüs müsbətdir. Bəli. Bu 4-cü rübün bucağıdır. Burada A bəndi. Sinüs müsbət, kosinüs müsbət. Hər ikisi 1-ci rübdədir. Yalnız 1-ci rübün bucağıdır. Burada B bəndi getdi. Tangis vur kotangis 1 olur. Bu səhvdir. 0 ola bilməz. Bunu silək. Sinüs vur kosinüs kiçik 0. Burada ikisi də müsbətdir. Müsbət müsbətə vuranda mənfi olanmaz. Buradadır. Burada sinüs mənfidir. Kosinüs müsbətdir. Mənfini müsbətə vuranda bura nə verir? Ümumi mənfi verir. 0-dan kiçikdir. Deməli, bu da D bəndi. 45-də. Deməli, 1-ə getdi. Y bəndi. 2-yə A, D. 3-ə də B bəndi. 46. Alfa 75 dərəcədir. Kosinüs alfa 75 birinci rübdədə müsbətdir. Kotangis 75 birinci rübdə müsbətdir. Baxın, kosinüs də birinci rübdə müsbətdir. Kotangis də birinci rübdə müsbətdir. Yəni alfa 75 isə 75 də birinci rübün bucağıdır da. Yəni 0-dan 90-a, bu da 0-dan 90-a. İkisi də müsbət. Müsbəti müsbətə vuranda ümumi bura müsbət olur. 0-dan böyük. Deməli, A bəndi birinciyə getdi. İkincini yoxlayaq. Sinüs 210. Sinüs 210 buradadır. Üçüncü rübdür. Mənfidir. Kosinüs 210. Kosinüs 210 bu da mənfidir. Mənfini mənfiyə vuranda müsbətdir. Yox, bu bunun deyil. 316-nı yoxlayaq. 316-da sinüs burada 316. Dördüncü rüb mənfidir. Kosinüs 316 müsbətdir. Deməli, mənfini müsbətə vuranda ümumi bura nə verir? Mənfi verir. Mənfi də 0-dan kiçikdir. Deməli, bu B bəndi buna uyğun gəldi. Sonra 210 dərəcəni verir. C bəndini də yoxlayaq. C ilə Y.
C ilə Y qaldı. İkinciyə uyğun gəlir. Sinus 210. Sinus 210 mənfidir. Kosinus 210 da mənfidir. Mənfi ilə mənfini toplayanda bura ümumi mənfi verir. Mənfi sıfırdan kiçikdir. Deməli C bəndi uyğun gəldi. Y bəndi yoxlayaq. Sinus alfa. Sinus alfa bu 210'u yoxlayaq. Mənfidir. Tangis 210. Tangis 180'dan çox, 270'den az. 210 burada 3-cü ruh müsbət. Mənfini də müsbətə vuranda ümumi mənfi eləyir, sıfırdan kiçikdir. Deməli Y bəndi. 1'ə gəldi A bəndi, 2'yə gəldi C ilə Y, 3'ə də gəldi B bəndi. D qalıb. Bunu da yoxlayaq. 316. Tangis 316'da. Tangis 316'da 4-cü ruhdur. Mənfidir. Elə kotangis də 316'da mənfidir. Mənfi ilə mənfini toplayanda ümumi bura nə verir? Mənfi verir də sıfırdan kiçikdir. Yəni bura ümumi mənfi verir. Yəni bu 210'u 3-cüdə 316. Tangis 316 mənfidir. Kotangis 316 mənfidir. Bu da topla. Mənfi ilə mənfini, bax bu mənfi ilə bu mənfini toplayanda ümumi bura mənfi verir, sıfırdan kiçikdir. Deməli nə oldu? Burada D bəndi. 316. Sonuncu sual idi. Sağ olun.